Hamınıza salam əziz dostlar, necəsiz? Bu günlərim Hitball 2, yəni Kafa Topu 2 oynayırıq və Kafa Topu 2-də belə bir necə deyirlər, challenge edəcəyik. Hansı ki yerimizdə dayanaraq ancaq oynamağa çalışacağıq və ilkindən elə Azərbaycan gəldi qarşımıza. Bir anlıq yadımdan çıxdı. Sayılmaz. Aha. Elə budum tutmuyor. Bu arada belə qarşı tərəfə bildiriş getdiyi kimi mənə də bildiriş gələ bilər. Bu bir müddət sonra sarı kart alırıq səhv eləmirəmsə və bu oyun bizi dondurur. Əla. Haydi bir dənə getsə əla 2-2 eləyə bilsək əla olacaq. 9 saniyə bu arada elə bir şey var. Əla. Çok süper. 3-2 vurdu. Demək olar ki yəni. Süper. Rəqibin bir balaca səhlənkarlığı ilə öz qapısına yəni qol atmış sayıldı. Belə dostlar və bir videonun daha sonlarına gəldik. Çalışdım ki öz qapımda dayanaraq ancaq qol atmağa çalışım və rəqibi məğlub edə bilim. Və videodan mı nədəndirmi bilmirəm. İlkindən elə Azərbaycanlı gəldi qarşımıza. Kakrasiya buna da dost ataq bir oynayarıq. Qardaş da videonu izləyirsə bəyənər, abunə olar. Eyni zamanda siz də abunə olmağı, videonu bəyəndiyinizsə bəyənməyi, like atmağı unutmayın. Bundan sonra ancaq onsuz da bildiyiniz kimi bu kanalımda olacaq. Yəni oyun videoları şəxsi 600202 olan kanalımda və Team kanalımıza bir də bu kanala zəhmət olmasa abunə olmağı yadınızdan çıxartmayın. Əgər ki teamimizə qatılmaq istəyirsinizsə aramıza qatılmaq üçün Discord serverimizə gələ bilərsiniz. Bizim əsas serverlərimiz 2 serverimiz var Discordda. Biri 6000 serveri olandı. Yəni ən birinci onsuz da o serverim olub. Ondan sonra da bir də ki Team serveri. Yəni əsas serverlərimiz oradadır. Qatılmaq istəsəniz bizim Kafa Topunda eyni zamanda IAO, yəni International Organization, yəni beynəlxalq, bunda açılış edəcək ki, beynəlxalq yəni A qurumları və milli A qurumları var. Bildiyimiz kimi iki yerə ayrılır A team, iki əsas qrupa. Bir beynəlxalq A qurumları, bir də ki milli A qurumları. Və yəni deməyim olsun ki takımımızın Kafa Topu içində adı budur. Gəlmək istəsəniz, qatılmaq istəsəniz gələ bilərsiniz. Sağ olun, salamat qalın. Videonu bəyəndinizsə bəyənməyi, Instagram hesablarımızı takip etməyi, abunə olmağı yadınızdan çıxartmayın.